Uşaqlar, video baxanların 4də 5 kanala abunə deyil. Əgər video baxandan sonra bəyənsən bir dənə kanala abunə olmağı unutma. Getdik. Hey, bu gün yenə TikTok keşfetimə baxırıq. Görələ bu gün keşfetimizdə necə bizi videolar qarşılayacaq. Çox fərqli random şeylər var həqiqətən mənim keşfetimdə. Keşfetim niyə belədir heç bir fikrim yoxdur həqiqətən. Çox dəxilsiz və çox qəribə videolar var həqiqətən. İndi birazdan görəcəksiniz. Getdik. Səni sevirəm və adam. Ne kadar yakışıklı veya ne kadar zengin olduğuna değil, ne kadar iyi bir insan olduğuna bakarak karar. Bu qaqaş Azərbaycanlıya oxşamır axı, belə pis çıxmasın. Yazıb ki, həyatlarını yaşayırlar, bizi də alıb kuxniya soxurlar, ictimai etiraf yox, hər şeyə də qadağa, amma özləri çöldə keyflərini çəkirlər. Bəs bizə verilən həyat necə olacaq? Elə biri ilə evlən ki, elə biri ilə həyat qur ki, yəni belə şey olmasın da, yəni səni sadəcə kuxniya soxmasın, sadəcə paltaryuyan gözü ilə baxmasın, belə pis çıxmasın. Evim yıxıldı Allah. Video cəmsi bir nəfər var, inansan. Kimsə də başını belə elib kameraya yelləyib video çəkir. Nə qarırlar səncə? Yorum kasmaq, video kasmaq, like kasmaq üçün deyəcəkdim. 15.000 xiyar buna like atıb. Hər kəsin danışdığı cütlük. Günlərdir sosial mediada bu cütlüyün toylarını görürdük. Murtuza ilə Nərminin. Kimdə bunlar? Və çox adamda, əksər insanlarda şərhlər yazırdılar ki, xanım bu bəyin var dövlətinə görə ona ərə gəlib. Xeyr, əsla elə deyil. İndiyə kimi o qədər cütlük çəkmişəm. İlk dəfədir bir qızın, bir oğlanı bu dərəcədə sevdiyini görürəm. Ətraflı bax bu TV-də izləyərsiniz. Belə şərhlər yazmayın. Həqiqətən. Yaxşı, okey, başa düşdüm hər şeyi. Yaxşı, sevirlər də. Sən bunu çəkib niyə paylaşsan ki? Məntiq nədən ibarətdir burada? Mən çatmalı bu söhbətə həqiqətən. Sabunçu bit bazarı. Qazanlar 6 manat. 6 manat. Saniklər 5 manat. 5 manat. Sabunçu bit bazarı. İşləmiş bir şey üçün bunlara 6 manat, 5 manat baha deyil. Ben normal elektronik falan şeyler satsaylar deyərdim hə getmək olur. Prosto yox yəni 5-6 manat bahadır. Ne reklamdır bu? Bak kapıda yazıyor 10 numara. Şəmkirdə 14 yaşlı qızı zorlayan müəllimənin cəzasını verdilər. Başqasıdır bu. Müəllim özdə məzərəsə sən. Yığışdır bıçağı, bu dəqiqə bütün polisi hər şeyi bura tökəcəm. Ulan müəllim özdə. Oy da məzərə bu. Bu müəllim olduğunu bilmirdim bu arada. Züblə qalsın. Zaman nə var la? Müəllim özdə. Müəllim adım batırırlar belə şey eləyəndə Allah haqqı. Hələ musiqi təhsili yoxdur. Ay, mən birinci dəfədir belə. Ay dağlarda gəzən onlara bax hələ. Yaradır Sən o mehman şamaqlı motor salasın. Aşa. Hər dağlarda qaçan oğlan. Nə da bu? Nə da? Ay anam gel sana kurban. Aa niyə qışqırsan Niye belirlisən? Ay Ferit. Niye belirlisən ay anam? Allah heyvandır da heyvandır. Niyə bundan böyle reaksiya verirsə niyə belə eləyirsən? İndi başa düşüb sən cavab verəcək. Bizim evimizi dağıtırma ay anam. Niye belirlisən ay anam? Gel buraya ay anam. Bir dəqiqə anası qışqırırmış. Heyvana görə deyil bu söhbət. Nəyə görədir? Biliyoruz ki mənim üçün baxmamı başa düşməyənlər salam olsun. Aleykümselam. Nə dəli olub şey xala. Yaşlı xala deyən hər şey ola bilər, nə bilim. Olayın açığı nə olduğunu bilmirəm tam olaraq da. Birisi sizə yazın. Trip atmaq istəyənə qadınlar. Annem necə darıxmışam sən. Gözlə kəmərimi düzəldim. Yaşanmadı, onaylanmadı. Aha. Dünəndən bu günə baxıram. Şəbnəm Tozlu'nun başına Gürcüstanda pul yağdıran o uşaq, oğlan uşağı trendləri alt üst edir. Bütün səhifələr onu paylaşırlar. Amma bir şey maraqlıdır ki, düşmənin başına güllə yağdıran oğlanlar, qardaşlar heç yerdə nə xatırlanmadı, nə də adları çəkilmədi. Bəzi yerlərdən başqa. Zaten belədir də yəni, belədir. Bizim millət belədir, nə qarasın. Deyir ki, ay daha nə qədər gülmüşəm. Görək biz də gülə biləcəyik. Buna gülen var. Buna gülen varsa bu videonun çıksın. Ya bu çekirdeği nasıl yapıyorlar acaba ya? İçini çıkarmışlar. Ay tatlıya bak. Bu arada zarfasız da ha. Simskanın içini necə çıxardılar görürsən. Bu satılır da, Paska ilə satılır. Onun özel bir maşını var yani. Maşını onu necə çıxardır. Adamın ağzına həqiqətən belə bir şey gəlir. Şiş hamı şiş ağzından çıxardır bir o an sən. Bak kapıda yazıyor 10 numara. Nerede? İndi maraqlı video olması lazım idi o. 0 maraqlı videodur və yorumlara qapıyıb. Kapılar bağlanır. Növbət Bu ne lan? stansiya, gənclik. Ne var bu? Əyləncəlikdə. Aa. Ola başlayır bilim həqiqətə sən öl. Bu nə də la? Yox, bu heç həqiqi oxşamır. 28 Mart stansiya. Kapılar bağlanır.
Messi'ye bakıram. Messi bizim betolar bir şey. Ha, bu arkadaş heç düşürməlidir bu arada. Onu qoymasan daha yaxşı. Qızlar toya girəndə. Qızlar toydan çıxanda. Heç nə başa düşmədim bu arada. O ayaqqabıdan çıxardı. Yəni budur söhbət. Azərbaycanın yumor səviyyəsi ölüb ya. Ölüb də yəni bildiyiniz gülməli olmayan şeylərdir. Mən öz keşfetmə gedirəm bu dəqiqə indi. Karşı cinsler arkadaş olabilirler. 2 tane bunun koşulu var. Aha. Kadınlar dinleyin, bunun 2 tane koşulu var. Ne koşulu? Ya çocukluktan beri arkadaşındır. Tamam. Olursun. Ha, yəni. Ya da kardeşim ikiniz de biriniz çok güzeldir. Biriniz de bok Birisi gibidir. şimdi. Suratına bile bakamazsın herifin. Arkadaş olabilirsin. Eynən. Sevginin gözü kör olur arada. O görə də yəni biri çirkin belə olsanız arada elə şeylər ola bilər. Ona görə də deməyə də davam edəcəm. Qızla oğlanın dostluğu deyilən şey yoxdur. Əksini iddia edən varsa əgər, bəlkə sən dost gözündən baxa bilərsən, amma bir yerdən sonra zibli çıxa bilər. Tabii istisnalar ola bilər. 99% ancaq bilər. Mahmud Oza edit mi? Eşkıyalığa mı başladınız? Gösteririm Aha. ben size haraç nasıl alınırmış. Gangster bozuntuları. Söyleyin, niçin yaptınız bunu? Keyfimizden yapmadık hocam. Duydunuz mu olanları Mahmut Bey? Evet müdür bey. Ben de şimdi o konuda soruşturma yapıyorum. Bunun da zorla 100 lirasını almışlar. Vermek istemediği için de dövmüşler. Sözde arkadaşlarının okul taksitini tamamlamak istiyorlarmış. Anlamadım. Okuldan ayrılacak arkadaşımız için topluyordunuz parayı demek. Neden bana söylemediniz? Arkadaşımızın gururunu kırmak istemedik hocam. Ya. Boncuk hadi güle güle. Gitmiyorum ki. Gitmiyor musun? Yo Mahmut Hoca taksimi ödemiş. Mahmut hocamın. Aga be. Həqiqətən Halvanın sınıfdakı mükəmməl karakterlərdən biri idi. Ayda tükərimiz biz oldu. Çox şey editiydi həqiqətən. Like edəcəm buna. Yaşlandıkça zamanın daha hızlı aktığını mı hissediyorsunuz? Ha, qocalmışam. 25 yaşım. Erkekler çünkü çok Söyle kuzum. Ha. Sağduyudan uzak. Safız değil mi biz? ya diyecekti. Evet. erkekler biraz salak ama kadınlar daha böyle aslında alttan götürebiliyorlar. Kızmayın bize ya. Biz istemeden hata yapıyoruz. Bu düşüncələr olan qadınlar həqiqətən başa düşmürlər. Elə bilirlər ki, hə, öz cinsləri və ya özləri, hə, çox ağıllıdırlar və başqalarını da çox axmaq və alçaqdan görürlər. Bu məntiqdə insanları mən çatmıram. O günlərdə birini görmüşdüm. Oğlanlar ki, olğunlaşır. Oğlanlar 25-24 yaşındakı bir oğlan, 20 yaşındakı bir qadının beyni düşüncəsinə sahibdir. Bu nə deməkdir? Sən canım, bu nə məntiqdir də yəni. Əgər bax elə sizə deyirəm. Əgər qarşınızdakı bir insan mən səndən ağıllıyam deyirsə, əmin olun ki, o heç nə bilmir və axmağın biridir. Bu qədər sadə və onunla heç söhbətə girməyə, münaqişəyə girməyə bile değmez. Sevgime başka erkeğin adıyla sesleniyorum. Ne yapacağız biliyor musun Gökhan? Gökhan. Dedim ben. Gökhan. Ben çekmek istemiyorum. Gökhan. Aşkım gerçekten ciddi dedin mi gerçekten bunu? İnanılmaz ya. Canım şakaydı gel. Canım vallahi şakaydı video için. Çok fena gıcık kaldım sana. Ben olsam ben de gıcık alardım. Yani bir şey bunu kıza ileseydi var ha. Kız böyle rahat barışmazdı da. Yani başlıyorsa 5 gün trip atardı. Benim için insanın ilk növbədə tərbiyəsidir. Terbiyesiz. Kimdi ki bu? Bu da var. Bu da var. Orada benimle başka kim olmuş? Üzül üstüne. Mən oluram eşq bir məhəbbət, açıram orada gül kimi. Gül kimi? Gülə toxunma, həmən solar. Toxunmayın. Əsəbləşər yoxsa gülə toxunsa. Qocalı bey bu arada. Kimdə bu? Ben tanımıram bu arada bunlar. Hiç mi tanımıram valla? Tanımadığım için peşman da değilim. Kadınlar o kadar özeniyor, makyaj yapıyor, elbiselerini giyiyor, duşa giriyor, parfümünü sıkıyor. Aha. Adam Kore'cime sünnetlemesi yapıp yanınıza geliyor. Ne yapıyor? Yani Koyarca sünnetlemesi ne? Ha, üzünə su vurur yani. Sadece hazırlaşmalar asandır yani. Burada ne var ki yani? Yaratılış gereği olan bir şeydi. Yani bu, sen buna söz diye bilmezsen ya. Belə yaratılmış. Всё. Sen de makyaj eləməyəbilirsən. Makyajsız ya. Sen bunu diyen mi var? Durun təxtirini söyle. Buranı söksən, bir atacağım. Bu evdə mənim atamın ruhu dolaşır. Qoymaram, heç sökəsin. Sənin atanı tanıyırdım mən. Əzrafın bir sağ vaxtı evə gəlmir diye. Bütün gün içim onun bunun qapısında yatırdı. Öləndən sonra zırt gələr evə. Eşitmişəm, şaya yayılıb ki, siz bir mənzili 10 adama satırsınız. Qardaş, biz şərəfli, ləyaqətli, şəxsiyyətli adamlarıq. 10 nəfərə satmaq nədir? Biz uzaq başı 3 nəfərə satarıq. Maksimum patoloqda 4. Gözən nə şərəfliyim. Bro, oh damn. Ronaldo Messi. Georgia.
Oh, Georgina. So good. Ne oldu ha? Messi bağınız açıldı. Georgina kimdi ki? Georgina Messi'nin arvadıdır. Şu an getdim Ramaldan öğrendim. Ronaldo'nun arvadıymış, o cürə belə baxırmış. Şimdi tuttum temanı. Onların özlərini yarıçılpaq şəkildə cəmiyyətə təqdim etməsidir. Bu reklamlar daha çox ev satışlarında, geyim satışlarında özünü göstərir və burada qadınlar əslində məhsulu və yaxud da xidməti deyil, sanki öz bədənlərini bizə cəmiyyətə reklam edir. Yəni də ölkədə o qədər yanıq var ki, başa düşsən, yəni yanıqları və izlənməni, çəkmənin ən rahat yolu, yəni açıq-saçıq qızlardır. Təəssüf ki. Zart qalıb, amma açdı, hamı tutdu. Bəs sən doğru çalışırsan? Ne? Cart? Türkün məsələ nədir? Türkün məsələ bilirsin nədir? Türkün məsələ sözün mənası Sabir Rüstəmxanlı bizim gözəl yazıçımız, bizim gözəl bir xadimimiz bu mənasını verib. Türkün məsələ Türk xalqlarının, Türk təfəkküründə sözün bir çox mənaları olub da. Direkt əsl mənası, törəmə mənası ərəb dilində var da. Deyir ki, bunu Türkün məsələ ona deyir ki, əsl mənasında budur. Bu birdən başqa cür başa düşülər. Amma söyüşdən, o kontekstdən getmir söhbət. Türkün məsələ deyir, o nə deməkdir? O nə sözdür? Türklər yeganə xalq direkt deyiblər sözü. Bunu qeyri-türk mi xalqları deyib ki, yəni türklər demişkən, çünki onlar bəli biz onu deyir, onlar daha düzdür. Amma bunu Sabir Rüstəmxanlı deyib danışığında. Türkün məsələ əlinə. O nə deməkdir? 90'lara qədər hardaydı bu? Təfəkkür səhvdir, psixologiya səhvdir, içəri səhvdir, müşleni və düşüncə səhvdir. Sənin ürəyin qurtdudur. Azərbaycan dili yaman görə qoyulur. Bu sözü işlətmə, bunu demə. Protokol dövlət səviyyəsi qoyulur. Harda yazdım? Hansı konstitusiyada var? Hansı dil qanunu ki, bu sözü işlətmə? Həqiqətən 4 il, 5 il əvvəl necə demək, normal gündəlik istifadə edilmiş sözlər, yəni bu qədər pis mənada başa düşülmürdü cəmiyyət içində deyəndə ya da kamera qarşısında deyəndə. Belədir də, yəni bizim dövlət belədir. Bizim niyə dövlət belədir? Burada flamingo məndir. Nəysə uşaqlar, bu video bu qədər idi. Hansı qismlərə güldüyünüz və ya maraqlı gələn sizə qismlər olsa yorum yazmağı unutmayın. Bəyəndinizsə bir dənə like də atın ki, bu tip videolar daha çox gəlsin. Bu qədər. Özünüzə yaxşı baxın və gələcək videoda görüşmək üzrə. Sağ olun.